Salam, hər vaxtınız xeyir olsun. Bugünkü dərsimizdə sizlərlə Microsoft Office paketinə daxil olan Access proqramı haqqında məlumat verəcəyik. Access proqramı nədir? Hansı sahələrdə istifadə olunur? Nə üçün istifadə olunur? Videonun gedişatında bir-bir bu mövzular haqqında geniş şəkildə məlumat verəcəm. Access proqramı Word, Excel, PowerPoint kimi yenidən Microsoft Office paketinə daxil olan proqramdır və verilənlər bazasının idarə olunma sistemidir. Bu isə o deməkdir ki, biz Access proqramı vasitəsilə sadəcə cədvəl hazırlamırıq. Həm də həmin məlumatlar üzərində sorğular, formalar, hesabatlar və sair işlərdə görə bilirik. Microsoft Access proqramı daha çox, məsələn, biznes ilə məşğul olan şəxslər, müştəri bazası yaratmaq istəyən, satış və anbar sistemində işləyənlər, tibb sahəsində, məsələn, pasiyent məlumatlarının saxlanması üçün istifadə oluna bilər və yaxud da kiçik və orta müəssisələr hesabat və məlumat bazasını idarə etməsi üçün, yəni bir çox sahələr Access proqramından geniş şəkildə istifadə edə bilər. Access proqramına daxil olmaq üçün iki üsulumuz mövcuddur. Birinci üsul, biz istəsək əgər axtarış hissəsində buradan, daha doğrusu Start menüsünə daxil olaraq Access proqramına toxunub proqrama aça bilərik. İkinci üsul isə proqramın öz kodu vasitəsilə daxil olmaqdır. Bunun üçün klaviaturadan Windows və R düymələrini sıxılı vəziyyətdə saxlayırıq və RAM pəncərəsinin içərisində MS Access yazırıq. MS Access yazdıqda birbaşa proqrama daxil olmuş olacaq. Proqramı açdıqdan sonra qarşımıza belə bir pəncərə çıxır. Bu hissədə artıq digər işarələr haqqında məlumatımız var. Biz buradan yeni sənədlər yarada bilirik. Burada isə Access ilə bağlı olan, yaddaşda olan sənədləri də aktiv edə bilirik. Home menüsündən bölməsindən isə yenidən sıfırdan yeni bir baza yaratmaq mümkündür. Bu hissəyə toxunduqda sizə avtomatik bazanızın adını soruşur ki, hər hansı bir ad verə bilərsiniz. Və biz əgər bazamıza ad verib birbaşa yaratsaq, həmin bazamız artıq kompüterin içərisində hər hansı bir sənədlər bölməsinə daxil olmuş olacaq. Lakin biz bazamızın ekranda olmağını istəyiriksə, yəni daha rahat şəkildə əlçatan olmağını istəyiriksə, bu zaman bu bölməyə daxil oluruq fayldan və iş masasını seçirik. Belə olduqda artıq bazamız daha rahat şəkildə hər zaman ekranda qarşımızda olacaq. Bazanı açdıqdan sonra qarşımıza belə bir bölmə çıxır. Yuxarı hissədə yenidən lent başlıqları gəlir və hər bir lent başlığımız yenidən bölmələrdən ibarət olur. Əlavə olaraq isə Excel səhifəsinə oxşar belə bir ekran görürük. Yenidən bu hissədə bizim sütun başlıqlarımız və sətirlərimiz göstərir. Lakin Exceldə sütunlar hərflərlə, sətirlər rəqəmlərlə göstərilirdi. Accessdə isə sütun, sətirlər belə adlanır. Biz sütunları sahə, sətirləri isə yazı olaraq adlandırırıq. Yəni biz hər hansı bir məlumatları sahədə qeyd edəcəyik və onların içərisində olan məlumatlarımız, yəni ki, yazılarımız da sətirlərdə qeyd olunmuş olacaq. Mən yeni bir məlumat əlavə etmədən ilk öncə proqramdan çıxış etmək istəyirəm ki, ekranda görünüşünə baxa bilək. Diqqət etsəniz, artıq mənim bazam ekranda qeyd olunub. Yəni bazamın üzərinə 2-3 dəfə toxunsam, avtomatik proqrama yenidən daxil olub və bazamı açmış oluram. Lakin bazanı açdıqda ilk açdığım formada gəlməyə bilər. Bunun üçün nə etmək lazımdır? Biz hal-hazırda heç bir məlumat əlavə etməmişik deyə bazam boş olaraq qeyd olunur. Və sol tərəfdə mənim bazalarımın yaratdığım, yəni cədvəllərin olduğu belə bir panel verilir. Biz bu paneli istədiyimiz kimi gizlədib və yaxud da yenidən aktiv edə bilirik. Əlavə olaraq yeni sadə cədvəl yaratmaq üçün biz artıq cədvəllərdən istifadə edəcəyik. Burada növbəti dərslərdə bir çox fərqli cədvəllər qeyd etmək olur. Yenə onlar haqqında da məlumat verəcəm. Lakin ilk öncə sadə cədvəl forması ilə başlayırıq. Mən bu hissədən table-a toxunaraq sıfırdan yeni sadə bir cədvəl yaradıram. Məlumat əlavə edərkən biz bu məsələn, sütun və yaxud da sətirdə birbaşa yazıb da əlavə edə bilərsiniz, amma tövsiyəm hər zaman bu hissədən müəyyən seçim edərək cədvəlin için ən sonda doldurmağınızdır. Çünki bəzən dəyişiklik etmək istədikdə
ilk öncə yazılar əlavə etdikdə qarışıqlıq yarana bilir. Bu hissəyə toxunduqda isə bizə fərqli formada seçimlər verir. Biz bu hissədən bir çox cədvəl qurmaq üçün seçimlər edə bilirik. Bu da nə deməkdir? Məsələn, mən hər hansı bir cədvəl qurduğum zaman deyək ki, ad, soyad, ata adı, ünvan, tarix, əlaqə nömrəsi, e-mail adresi və sair məlumatlar doldurmaq istəyirəm. Biz Excel-də və yaxud da Word-də cədvəl qurarkən birbaşa məsələn ad yazırıq və cədvəlimizin içərisində də həmin şəxsin adını rahatlıqla içərisinə doldura bilirik. Lakin Access-də belə bir funksiya var ki, biz məsələn ad yazmaq istəyiriksə, mütləq tekst seçməliyik. Çünki biz artıq şəxsin adını yazarkən hərflərdən istifadə edirik. Və yaxud da yaş yazacaqsa əgər, yaşı təbii ki də rəqəmlərlə yazırıq və buna görə də mütləq o seçimi etməliyik. Həmçinin əgər pul vaidləri əlavə olunacaqsa, bunu seçməliyik. Tarix olunacaqsa, hər hansı bir təsdiq ikonları əlavə etmək istəyiriksə, yəni hər birinin qarşısındakı seçimi mütləq düzgün seçməlisiniz. Əgər məsəl üçün mən hər hansı bir işçinin adını yazacağam, amma onun yerinə yaş olan, ədədlər olan işarəni seçirəmsə, bu zaman mümkün deyil, alınmayacaq. Bu bölmədə də bir çox əmrlərimiz var. Hər biri haqqında da geniş şəkildə məlumat verəcəm. Deməli, başlayırıq sadə əmrlərimizdən ilk olaraq text. Biz bunun vasitəsilə qısa yazılar yaza bilirik. Məsələn, ad, soyad, ata adı, ünvan, bu tipli məlumatlar əlavə edə bilərik. Mən bu hissəyə ad, təkrar toxunaraq soyad yazıram, əlavə məlumat qeyd etməyəcəm. Digər bir əmrimizdə isə daha çox məsələn telefon nömrəsi yaza bilərik, hesablama aparmaq üçün ədədlərdən istifadə edə bilərik. Yəni sadəcə kiçik ölçüdə olan ədədlər üçün istifadə olunur. Mən bu hissəyə əsasən yaş qeyd edirəm, yəni işçinin yaşıdır və onu da qeyd edim ki, mənim hal-hazırda hazırladığım bu cədvəl işçilərə uyğun olan bir cədvəldir. Digər bir əmr isə burada daha böyük ədədlər yazmaq üçün istifadə olunur. Məsələn, bəzən bank əməliyyat nömrələrində daha geniş rəqəmlərdən, ədədlərdən istifadə edirlər və bunun üçün bu əmr kifayət etmir. Buna görə də digər işarədən istifadə edə bilərik. Mənim işçilər siyahımda ehtiyac yoxdur deyə mən əlavə etməyəcəm. Digərləri isə pul vaidləri, pul dəyərləri əlavə etmək üçün istifadə olunur. Məsələn, mən işçimin maaşını deyək ki, yazmaq istəyirəm və bu zaman istifadə edə bilərəm. Və yaxud da hər hansı bir məhsulun qiymətin manat, dollar, rubl olaraq qeyd etmək istəyirəmsə, yenidən bundan istifadə edə bilərəm. Date time, tarix və saat məlumatları əlavə etmək üçündür. Məsələn, işçinin doğum tarixi və yaxud da hər hansı bir tələbə siyahısıdırsə, tələbələrin dərsə gəldiyi saatları qeyd etmək lazım ola bilər. Yəni, bu tipli məlumatlarda tarix və saat mütləq qeyd olunmalıdır. Burada yes, no var, bəli, xeyr. Yəni ki, hər hansı bir, məsələn, tələbəmiz deyək ki, dərsə qatılıb yoxsa yox və yaxud da hər hansı bir işçinin ailə vəziyyəti evli və yaxud da subaydırsa bu məlumatları doldura bilərik. Bir qutu qeyd edib, məsələn, bu formada da yazmaq mümkündür. Evlidirsə, məsələn, təsdiq, subaydırsa deyil və yaxud da bir xanaya mən evli, digər xanaya da təkrar subay olaraq qeyd edirəm ki, daha aydın şəkildə olsun. Lookup əmrimiz isə başqa cədvəldən məlumatlar götürmək üçün istifadə olunur. Məsələn, mənim hər hansı bir deyək ki, cədvəlim var və onun məlumatlarını bu bazamda da görmək istəyirəm. Lakin biz hələ ki sıfırdan baza yaradırıq deyə bu əmrdən istəsək də istifadə edə bilməyəcəyik. Növbəti dərslərdə bunlar haqqında da məlumat verəcəm. Digər işarəmiz isə formatlı mətn yaratmaq üçün istifadə olunur. Yəni ki, siz əgər ilk işarə olaraq bunu aktiv etməmisinizsə, onun yerinə bunu seçərək sözləri daha qalın və yaxud da rəngli şəkildə yaza bilirsiniz. Lakin birinci əmr aktiv olduqda bu işləri görmək olmur. Yəni, qalın, rəngli və s. yaza bilmirik. Digəri isə daha uzun mətnlər yazmaq üçün istifadə olunur. Məsələn, hər hansı bir esse yaza bilərik, hər hansı bir izah qeyd edə bilərik
Bununla birincinin fərqi odur ki, biz burada ancaq 255 simvoldan istifadə edə bilirik. Lakin bu işarə vasitəsilə sonsuz sayda məlumatlar doldura bilirik. Burada əlavə fayl yaratmaqdır. Yəni, məsələn, mən işçi haqqında şəkil, sənəd, hər hansı bir məlumat əlavə etmək istəyirəmsə, PDF sənədi ola bilər. Bu işarədən istifadə edə bilərəm. Ad vermirik, birbaşa sənəd linki olaraq qeyd olunur. Digərimiz hiperəlaqə yaradır, yəni ki, keçid linkləri yaradır. Məsələn, Instagram profilinin linki ola bilər və yaxud da WhatsApp nömrəsi ola bilər, link olaraq qeyd olunub deyək ki, onu qeyd edə bilərik, ya da hər hansı bir sənədin linki ola bilər. Bu bölmədə şəkil olmadığı üçün mən link əlavə edib hər hansı bir şəxsin şəklini qeyd edəcəm. Buna görə də foto olaraq yazıram ki, bu formada qalsın. Digəri isə son olaraq hesablanan sahədir. Yəni ki, biz bunlar haqqında əslində məlumat verəcəyik. Məsələn, hər hansı bir ola bilsin məlumatı digər sütunlara avtomatik hesablama aparmaq istəyirik və yaxud da digər sütunlarla birbaşa yes, no, tarix əlavə etmək istəyiriksə, özü bizim üçün avtomatik hesablayır. Bunu növbəti dərslərdə daha geniş şəkildə izah edəcəm. Hələ ki, cədvəlimi bu hissəyə qədər yaradıram və yaratdıqdan sonra yuxarı hissədə yaddaşa vermə üsulu gəlir. Biz buradan sağ düyməyə toxunub save əmrini seçirik və cədvəlimin adını işçilər olaraq qeyd edirəm. OK ilə təsdiqləyib bu formada artıq yeni bir cədvəl yaradıram və onu da qeyd edim ki, artıq ikinci dəfə bazaya daxil olduqda, baxın, digər birinci dəfə daxil olduqda mənim bazamda heç bir məlumat yox idi. Artıq sol tərəfdə işçilər bazasının olduğu, işçilər cədvəlinin olduğu qeyd olunur. Və biz bu bazanın üzərinə 2-3 dəfə toxunaraq da daxil ola bilərik və yaxud da üzərində sağ düymə Open vasitəsilə də cədvəlimizi aça bilərik. Cədvəlin içərisini doldurmaq üçün isə məsələn Nuray deyək ki, Ağayeva məsələn 24 yaşı var deyək ki, 500 tarix, doğulduğu tarix ola bilər. Yenə qeyd etdiyim kimi işə qəbul tarixi ola bilər. Məsələn, doğulduğu tarixdirsə əgər 14.01.2002. Evli və yaxud da subay onu qeyd edirik. Bu hissədən dediyim kimi hər hansı bir sənəd əlavə edirik. Add vasitəsilə kompüterimizin yaddaşında olan istədiyimiz bir sənədi əlavə edə bilirik. Hər hansı bir sənəd seçirəm, fərq etmir və həmin sənədə nə vaxtsa baxış etmək istədikdə sadəcə 2-3 dəfə üzərinə toxunub Open vasitəsilə yaddaşa verdiyiniz o sənədə avtomatik şəkildə baxa bilirsiniz. Və əgər bu sənəd üzərində düzəlişlər olunacaqsa, mütləq buradan editing pəncərəsinə toxunub daha sonra düzəlişlər edirsiniz, yoxsa düzəliş etmək mümkün olmayacaq. Mən yaddaşa vermirəm. Foto üçün isə xananın üzərinə bir dəfə toxunduq, sıçanın sağ düyməsi və ən sonda buradan edit bölməsini açıram. Edit vasitəsilə istədiyimiz şəkilləri seçə bilirik. Məsələn, məndə şəkillər bu pəncərədə olmalıdır. Şəkillərimin ölçüsü kiçik olduğuna görə rahat şəkildə görə bilmirəm. Hər hansı bir şəkili seçib ekrana əlavə edirəm. Nə vaxtsa da toxunmaq istədikdə üzərinə toxunaraq şəkilə birbaşa baxa bilirik. Əlaqəsiz bir şəkil ola bilər, amma siz hər hansı bir şəxs şəkli əlavə edəcəksinizsə mütləq baxış edərək əlavə edin ki, hər hansı bir səhv olmasın. Və mən bunu işçilər üçün etdim. Yenidən istəsəm bu bölmədən təkrar yeni məlumatlar da çoxalda bilirəm. Və onu da qeyd edim ki, işçilərdən əlavə təkrar daxil olub table vasitəsilə müştərilər və yaxud da məhsullar bir-bir istədiyiniz bazaları təkrar yarada bilirsiniz. Lakin mütləq diqqət etməlisiniz ki, hər dəfə burada sağ düyməyə toxunub save əmrini seçin və yaddaşa verdikdə bazanıza ad verin. Əgər ad verməsəniz, cədvəlləriniz biraz qarışıq şəkildə olacaq. Çünki bu hissədə artıq biz bir baza üzərində işləyirik deyə hər dəfə cədvəl yaratdıqda cədvəl sayları çoxalır. Və biz ad vermədikdə həmin bazanı tapmaqda çətinlik çəkmiş oluruq.
Belə, hər hansı bir bazanı yanlışlıqla yarada bilərsiniz. İstəsəniz buradan sağ düymə edib bağlaya da bilərsiniz. Yaratdığınız bu bazanı ümumi şəkildə silmək üçün isə mən bu hissədən əlavə məlumatları bağlayıram. Burada delete əmri gəlir. Delete ilə istəsəniz bazanızı silə bilirsiniz və yaxud da onun adını dəyişib fərqli bir ad olaraq da yadda saxlaya bilirsiniz.